Hər kəsi salamlayıram. Vloguma xoş gəlmisiniz. Ümid edirəm ki, hər şey yaxşı olacaq. İndi acmışam və gedib yemək yeyəcəm. Və bu mənim ilk vlogumdur və mən biraz həyecanlıyam. Nə gözəl alınıb. Burada avokadodur, limon sıxmışam, pomidor, paprika və duz. Onlar bura şeydə tökmək amma göy məndə yox idi, ona görə tökmədim. Çörək, tvorojna sır belə. İndi sınıyaq görək necədir. Məncə çox dadlı olmalıdır. Özümə nəsə qoşuram televizorda və yeyəm, televizora baxıram. Чем же плохо иметь абсолютный вкус и нюх? О, нет, нельзя это есть! İndi saça həkimə getməliyəm. Ona görə gəlin hazırlaşaq. Görək nə geyinirik. Belə. Bu ağ koftanı geyinirəm. Bugün elə də isti deyil. Ona görə ağ koftan. Sonra ağdan belə bir ağ futbolkadır. Ağ futbolka və cins geyinirəm. Belə bir cins və üstün jilet. Belə. Mən çıxdım. Əslində heç xoşuma gəlmədi. Nə də bir işlərimi düzəldirdilər. Nə bilim. Nəsə dişim ağrıyır indi. Başım çıxmalıyam. Ümid edirəm ki, hər şey yaxşı olacaq. Belə. Özdən nəsə yuxum gəlir. Başım çıxmalı. Niyə yuxum gəlir? Amma yuxum gəlir. Key kimiyəm. Belə. Uşaqlar, mən gəldim evə. Bugün hava çox pisdir. Neçə gün öldü istəyirdi. Amma bugün yağış yağır. Siz görürsünüz də. Buluddur. Hər yer. Belə. Belə havaya əslində çox xoşlamıram. Mən xoşlayıram nə istidə olsun, nə soyuqda olsun. Sırqalarımı qoydum bura. Növbəti gündən hər kəsi salamlayıram. Elə də soyuq deyil. Amma yenə buludluqdur. Uşaqlar, sabah atamın acınıdır və ona görə mənim saçam Napolyon pişirəcəm. Atam çox xoşlayır Napolyonu. Ona görə dedim, onda sabaha Napolyon pişirəcəm. Bugün nə pişirəm? Ona görə ki, Napolyonu hələ xaladenikdə lazımdır saxlamaq. Növbəti gün o daha da tamlı olur. Belə, ona görə qərar verdim ki, bugün pişirəcəm. Sabahda keşişkənə dadına baxacaq. Artıq burada hər şey hazırlamışam. Burada yumurta eləmişəm soyuq suyla, duz. Başlayıram. Marinə dökülür.
Qojları da hazırdır. Hələ indi krem eləyəcəm. Все. Napoleonu aslında mən birinci dəfə pişirmirəm, amma bu dəfə çox dadlı alındım. Hamı bəyəndi. Uşaqlar hələ qabaqda mənim də ad günüm olacaq və bilmirəm hələ özüm tort pişirim yoxsa sifariş eləyim. Hələsində bilmirəm. Amma əgər özüm pişirsəm, onda istəyirəm bal tortu pişirim. Mən bal əslində xoşlamıram, amma bal tortunu xoş görürəm niyəsə. Belə, indi görək də. Yəqin ki, özüm pişirdim. Məncə evdə daha dadlıdır. Yəni nə üçün lazımdır almaq, əgər evdə pişirmək olur. Mən burada gördüyünüz kimi mağazindəyəm və burada nəsə sizə deyirəm, amma səsim çox pis gəlirdi. Ona görə qərar verdim ki, üstündən səs yazacağam. Biz gəldik bura şaplov üçün produktlar almaq. Burada mən düyü istirdim almaq. Yəni almışdım. Prosta çox baha idi. Məncə. Amma aldıq belə. Yəni siz burada qiymətləri görə bilərsiniz. Hər kəsi salamlayıram növbəti gündən. Vlog çox qısa alınmışdı. Ona görə qərar verdim ki, 3 günlük vlog olacaq. Qoy uzun olsun. Ona görə birində çəkirəm. Birinin atamın ay günüdür. Düzdür, ata hələ evdə deyil. Birazdan gələcək. Amma tortumuz ucu hazırdır. Elə o yüzden bu gedirəm torta baxıram. Amma hələ dadına baxmamışıq. İndi atam mağazinə. Orada bir şey almalıdır və mən şah plov eləyəcəm. Belə. Ona görə gözləyirik. Atam gəlsin və başlayaq yemək pişirməyə. Uşaqlar, mən sadəcə şah plovu pişirəcəm. Bilməm nə qədər maraqlıdır. Nətə çəkim bunu və yaxud yox. Amma çəkim, amma siz rəhlərdə yazın. Yəni bu sizə maraqlıdır yoxsa yox. Əti doğramışam. Soğan da doğramışam bu şəkildə. Əti və soğan qızardacağam. Bunları islatmışam gecə içində. Bunu da yudum. Bu da qızartmışam. Bu ət qızartacağam. Sadəcə düz görürəm. Bizim belə. Baxın canlı pişirdim. Və kebab eləyəcəm sadəcə. Göstərəcəm necə marinat edəcəm. Çox qəşəngdir marinadı eləmişəm. Burada düyü pişib, sadəcə suyunu süzürəm. Belə. İndi şey eləyəcəm, manqal salatı. Duxovkaya qoyacağım bunları. Burada mən biraz nervliyəm. Ona görə ki, düyünü pişirmişdim və düyü həmişəki kimi alınmamışdı. Ona görə burada biraz belə keyfim yoxdur. Amma heç nə olmaz. Şaplovu çox dadlı alındı. Əslində mən yemək pişirməyi çox sevirəm. Amma burada yorulmuşdum həqiqətən. Ona görə belə. Bilirsiniz, ən xoşlamadığım şey nədir? Sən yemək pişirirsən, çalışırsan və o yemək alınmır. Xoşlanmıram belə şeylər. Həqiqətən özdə ay gününə pişirəndə vəbşi adam həvəsdən düşür. Uşaqlarımın da bilmirəm nə qarım. O qədər video əlavə eləmişəm bu vloqa. Yenə də vlog
qısa alınır və daha mən bilmirəm nə ağarım. Yəni məncə siz daha uzun vloqlar xoşlayırsınız. Mən özüm uzun vloqları yəni xoşlayıram. Belə daha bu heç nə olmaz. Bu vloqu belə qısa qoyum. Gələn vloq inşallah məncə daha da uzun olar. Belə. Özdə sıxıcı yerlərdə mən kəsirəm, atıb tullayıram. Ona görə belə daha da qısa alınır. Və siz də rəylərdə yazın. Siz qısa vloqlar sevirsiniz və yaxud uzun vloqlar və mən onu da bilirəm necə vloqlar çəkim. Uşaqlar, bunları mən duxovkada grill rejimdə bişirdim və görün necə qəşəng alınıb, elə bir manqalda bişirmişəm. Burada artıq kebabı və kartofu qoymuşam, pişir. Bu manqal salatını birinci dəfədə bişirirəm. Amma inanırsınız, elə dadlı çıxmışdı. Yəni çox bəyəndim. Bu da bizim şah bloğumuz. Belə bir süfrəmiz var idi.